Real Madrid heyətini yeni istedadlı futbolçu ilə gücləndirib. Kral klubu Ajax'ın 16 yaşlı oyuncusu Abdellah Ouazzan'ı azad agent olaraq heyətinə qatıb. Abdellah Ouazzan Real Madridin əvəzedicilərdən ibarət heyətinə, yəni Kastiliyaya qoşulacaq və böyük ehtimalla elə orada da çıxış edəcək. Ola bilsin ki, öz yaş qrupuna aid, yəni çünki onun bu dəqiqə hazırda 16 yaşı var, ola bilsin ki, öz yaş qrupuna aid komandada da oynaya bilər. Bu o qədər də önəmli deyil. Əsas olan odur ki, Barcelona və Avropanın digər aparıcı klublarının diqqət mərkəzində olan Abdellah Ouazzan özü Real Madriddə oynamaq istəyirdi və bütün təklifləri rədd elədi. Hətta öz doğma klubu Ajax da onu heyətdə saxlamağa çalışsa da, hətta deyərdim ki, çox istəyirdi bunu. Amma Abdellah Ouazzan buna razı olmadı, çünki karyerasını Real Madriddə dünyanın ən güclü klubunda davam etdirmək istəyirdi və arzusunu da reallaşdırdı. Təbii ki, bu baxımdan Real Madridin skautlarına da və ümumiyyətlə bu danışıqlarda iştirak edən hər kəsə alqışlar düşür. Aranızda Abdellah Ouazzan'ın oyununu izləyənlər varsa, həmişə olduğu kimi fikirlərinizi şərh bölməsində yaza bilərsiniz. Mənə görə heç də pis transfer deyil. Lap belə özünü Real Madriddə doğrulda bilməsə də, qarşıdakı illərdə biz onu yaxşı bir məbləğə satıb gəlir əldə edə bilərik. Amma düşünürəm ki, Xabi Alonso kimi bir mütəxəssis nə qədər ki Real Madridin sükanı arxasındadır, bu cür istedadlı oyuncular Real Madridin əsas heyətində də vaxtaşırı imkan tapacaqlar və səbirsizliklə gözləyirəm ki, hər hansı bir Osasuna, Leganes, nə bilim Alaves ilə qarşılaşmada əvəz etmə baş tutsun və 16 yaşlı Abdellah Ouazzan Real Madrid forması ilə meydana daxil olsun, öz bacarığını göstərsin. Bu keçidlə bağlı sizin fikirləriniz dostlar gözləyirəm, mənimlə bölüşə bilərsiniz və like qoyub paylaşmağınızı da sizlərdən xahiş edirəm.